gidib çatır. Nə qədər pislik qazanmış olur. Və onu da bilmək lazımdır ki, yəni konkret olaraq danışıram. Çünki bu dərsi bir neçə dəfə xatırlatmışam. Lakin yenə də xatırladıram ki, nəfsimizi bəlkə islah elə bilirik. Kim bilirsə təkrar olar, kim bilməzsə onun üçün də elm olar. Həmçinin təkəbbürlülük yahudilərin sifətlərindəndir. Yahudilərin, İslamın düşmanı olan yahudilər, Peyğəmbərlərin, Allahın düşmanı olan yahudilərin sifətlərindəndir təkəbbürlülük. Allah Teala onları bu sifətlə vəsf edir Quran-ı Kərimdə. Peyğəmbər s.ə.v həmçinin hədislərində. Ona görə Fatihə surəsində hər namazda oxuyuruq. Qayril məğdubi aleyhim. Allahım, sən bizi qəzəbına düçar olanların yoluna hidayət eləmə. Nəyə görə onlar ki, Allahın qəzəbinə düçar olub? Çünki yahudilər haqqı bilirlərdi. Peyğəmbərlərin haqq olduğunu bilirlərdi. Lakin vəzifə ucbatından, mal ucbatından, devlət ucbatından, şəxsiyyət ucbatından onlar Peyğəmbərlərlə düşmənçilik edirlərdi. Nəyə görə? Çünki İslam dinində kiməsə zülm eləmək qeyri-mümkündür. İslam dini qadağan edir. Kiməsə haqsız yerə söz deyəsən, kiməsə haqsız yerə vurasan, kiməsə haqsız yerə qanını tökəsən. İslam dini bunun tam şəkildə əleyhinədir. İslam dinində icazə verilmir. Hətta kafir olsa belə ona qarşı zülm eləyəsən. Amma onlar insanları zülmlə, insanları zülm edərək insanların mallarına sarını yeyirlərdir. Peyğəmbərlər də nə üçün gəlir? Ədaləti yaymaq üçün gəlir. İnsan haqlarını özlərini qaytarmaq üçün gəlir. Tevhidi yaymaq üçün gəlir. Allahın dinini, şəriətini bəyan etmək üçün gəlir. Ona görə onların ən böyük müharibələri, qarşı çıxdıqları Peyğəmbərlər olub. Hətta Peyğəmbərlərə iftira ediblər, Peyğəmbərləri öldürüblər və yaxud da Peyğəmbərləri öldürmək üçün səhiy ediblər bu yolda. Addım atıblar bu yolda. Ona görə müsəlmanlardan təkəbbürlü olanlar da həmin tərəfdən yahudiləri bənzəmiş olur. Hansı müsəlmanda təkəbbürlülük var, istərsən geyimində, istərsən danışığında, istərsən yerişində, həmin o cəhətdən yahudilərə oxşamağı var. Həmin o tərəfdən yahudilərə oxşayır. Nəyə görə? Çünki Peyğəmbər s.ə.v səhih hədisdə buyurur, Mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Kim özünü bir qavma, bir cəmaata, bir topluma oxşadarsa, o onlardandır. Sən özünü geyinişdə də oxşatsan, özünü danışıqda da oxşatsan, davranışda da onlara oxşatsan, həmin o cəhətdən sən onlardan hesab olunursan. Ona görə Allah-u Teala Quran-ı Kərimdə Maidə surəsində buyurur, وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا مَعَهُمْ إِنَّكُمْ إِذًا مِثْلُهُمْ. Allah Teala deyir ki, artıq sizə kitabda bəyan olunub ki, bir yerdə ki, Allahın ayətləri küfr olunur, Allahın ayətləri ilə istehza olunur, lağa qoyulur, deyir, onlarla oturmayın. Allah Teala deyir, onlarla oturmayın. Əgər yox, otursanız, onda siz onlarla bərabərsiniz. O söyənlərlə, o Quranı inkar edənlərlə, ayətləri inkar edənlərlə və yaxud ayətləri, şəriəti lağa qoyanlarla siz onu bərabərsiniz. Yəni ki, günahda. Ona görə müsəlman hansı cəhətdən küfr əhlinə oxşayarsa, onlarda olan sifətlərdən birini daşıyarsa, o cəhətdən onlarla bərabər olur, onun günahında. Ona görə, əgər sən təkəbbürlük edəsən, onda bil ki, həmin tərəfdən yahudilərə bənzəmiş olursan, onlar hansı günah qazanırlarsa, sən də onlar kimi eyni səviyyədə günah qazanırsan. Həmçinin Peyğəmbərlərin sığındığı şeylərdən biri də Allaha təkəbbürlülükdür. Çünki təkəbbürlülük həqiqətən xeyir qapılarını bağlayır insana. Xeyir qapılarını bağlayır, şər qapılarını açır. Və İblis, la'nəhullah, təkəbbürlülüyünün ucbatından Allahın əmrini inkar elədi. Təkəbbürlülüyünə görə Adəm aleyhissalama səcdə eləmədi. Allahın əmrini inkar elədi. Ona görə də Allah-u Teala ona deyir ki, nə üçün mən sana əmr etdikdə təkəbbürləndin? Nəyə görə? Ona görə də Allah-u Teala onu
cənnətdən qovdu və onu axirət gününə kimi lənətlədi və onu əbədi cəhənnəmli etdi. Eləcə də ona Allah inkar edib ona uyanları. Ona görə şeytan həmişə insana təkəbbürlü qapısından hücum edir. Bu qapını müsəlmanın üzərinə açdısa, onun üzərinə böyük şərlər açmış olur. Həqiqətən təkəbbürlü insanın haqqı qəbul eləməsinə mane olur. Səhih hədis gətirirsən, əməli tərk edir. Təkəbbürlənir. Ayət gətirirsən, tərk edir. Təkəbbürlənir. Amma bayaq dediyimiz kimi bilmək lazımdır ki, Allah-u Teala Gafir surəsinin 27-ci ayəsində buyurur: وَقَالَ مُوسَى إِنِّي عُذْتُ بِرَبِّي وَرَبَّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍ لَا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ. Bunu dəqiq nəzər almaq lazımdır. Allah-u Teala Gafir surəsinin 27-ci ayəsində buyurur ki, Musa aleyhisselam, Musa peyğəmbər deyir ki, mən sizin Rəbbinizə və bizim Rəbbimizə sığındım, bütün təkəbbürlü və Allaha və axirət gününə inanmayanların şərrindən. Nəyə görə? Çünki əgər insan Allaha və axirət gününə inanmazsa, böyük şər qapısını açmış olur üzərinə. Bununla bütün fitnə fəsadın içine girmiş olur. Bir dəqiqə. Gafir surəsinin 27-ci ayəsində keçdiyi kimi Musa aleyhisselam buyurur. Allah Teala buyurur Musa aleyhisselamın diliyle. Yani Allah Teala deyir ki Musa aleyhisselam belə dedi. وَقَالَ مُوسَى إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍ لَا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ. Deyir, mən sizin və mənim Rəbbimə sığındım, hər bir təkəbbürlünün Allaha axirət gününə inanmayanın nəyindən? Şərrindən. Axirətə inanmayan təkəbbürlünün şərrindən. Allaha sığındım, Rəbbimə və sizin Rəbbinizə sığındım, deyir Allah Teala Musa, bütün axirət gününə inanmayan təkəbbürlərin şərrindən. Ona görə axirət gününə inanmağa mane olan ən böyük şey insanın təkəbbürlü olmasıdır. Ona görə, bax, Qureyş, Əbu Cəhil bilmirdim Peyğəmbər s.ə.v haqq olduğunu. Əbu Ləhəb bilmirdim Peyğəmbər s.ə.v haqq olduğunu. Bəl, Əbu Cəhil deyir ki, Allah'ın olsun ki, Məhəmməd yalan danışmaz sallallahu aleyhi ve sellem. Hamısı ona sadiqul əmin deyirlər, doğru danışan və əmanətə xəyanət eləməyən kimi tanırlar. Ona görə onlar Peyğəmbər s.ə.v Peyğəmbərliyi elan eləyəndə inkar eləmədilər. Sadəcə dedilər ki, yəni bunun sözünə mi sataq biz ata-babalarımızın dediklərini. Ona görə onlar təkəbbürlüyü yəni və bunun qarşısında Allah-u Teala onlara neynədi? Əzab göndərdi. Quraqlıq bastı. Hətta belə insanlar ağac qabığına yeməyə dair gücdə qaldılar. Məcburiyyətdə qaldılar. Həmçinin təkəbbürlüyün akibəti çox təhlükəlidir. Və əgər insan təkəbbürlü olarsa, Allahın qəzabına düşər olmuş olar. Peyğəmbər s.ə.v qəzabına düşər olmuş olar. Həmçinin müminlər arasını sevilməz. Ona görə Allah-u Teala Nəhl surəsinin 23-cü ayəsində buyurur, İnnəhu la yuhibbul müstəkbirin. Həqiqətən Allah-u Teala təkəbbürlüləri, həqlərini aşanları sevməz. Nə üçün sevməz? Çünki əsl insanın haqqı qəbul eləməyə, tövhidə inanmağa, axirət gününə hazırlanmağına mani olan ən böyük amil insanın Allah və Rasul dediyi qarşısında təkəbbürlülük özünü artıq tutmasıdır. Ona görə Allah-u Teala Quran-ı Kərimdə çox ayətlərdə bəzən təkəbbürlü insanları lənətləyir, bəzən təkəbbürlü insanların dünyada aqibətini və sonra axirəti bəyan eləyir və bəzən də təkəbbürlü sifətinin İslam'a yaraşmadığını qeyd edir. Ona görə Quran-ı Kərimdə ayətlər çoxdur. Furqan surəsinin 27-ci ayəsi, Nəhl surəsinin 23-cü ayəsi, Gafir surəsinin 56-cı ayəsi. Bunlar hamısı dəlildir təkəbbürlüyün təhlükəli olmasına qarşı. Ona görə müsəlman təvazükarlığı öyrənməlidir ki,
təkəbbürlüyü sındırsın. Ona görə sahabələrdən biri Bilal radiyallahu anh bir dəfə qara oğlu qara deyir. Bu peşman olur. Özünə təkəbbürlüyü hiss edir. Və gedir üzünü yerə qoyurlar Bilal radiyallahu anh ayağının altına. Deyir Allaha and olsun ki, əgər sən mənim üzümdən basmasan ayağının altı ilə vallahi kimi dönünə kimi başımı qaldırmayacağım. Deyir, ya Rasulallah, mənim əlim gəlməz. Mən bacarmazam ki, Bilalın üzündən basın. Yox, Bilal radiyallahu anh deyir ki, mən bacarmazam, ya Rasulallah, mən onun üzündən basım. Qoy, mənə deyir, desin o. Deyir, xeyr, vallahi dedi, qaldırmayasın, üzümü ölənə kimi. Əgər Bilal gəlib mənim üzümdən basmasa, ayağının altı ilə. Peyğəmbər s.ə.v sahabə and içdiyinə görə istəmir andını pozsun. Bilal radiyallahu anh'a izin verir ki, gedib onun üzündən bassın. Sahabələr təkəbbürünü belə sındırardı. Və həmçinin sahabələrdən gəlib, eləcə də tabeinlərdən bir əgər onlara paltarda, libasda təkəbbürlük gəldikdə gedib başqa təkəbbürlüyü sındıran paltarlar geyinənlərdir. Çünki insan təkəbbürlülüyünə səbəb olan şeylərdən biri geyinişi və insanlar arasında davranışıdır. Ona görə Peyğəmbər s.ə.v bir səhih hədisdə buyurur ki, kim Allah rızası üçün təvazükarlanarsa, özünü könüllü alçaq apararsa, Allah da onu qaldırar. Sən qiyamət günü Allah-u huzuruna getdikdə, elə biləcəksən ki, sən əməllərin yoxdur, xeyr. Bir də baxacaqsan, haradasa təvazükarlıq eləmirsən, Allah da səni qaldırır ki. Və həmin hədisin arxasına gəlir ki, kim təkəbbürlənərsə, özünü atıb tas Allah da onu alçaldacaq. Ona görə biraz sonra hədislərdə təkəbbürlərin ahirətə necə olacağını Peyğəmbər s.ə.v qeyd edib. Həmçinin Allah-u Teala Qafir surəsinin 56-cı ayəsində buyurur. İnnellezîne yücadilûne fî âyâtillâhi bighayri sultan etâhum in fî sudûrihim illâ kibrun mâ hum bibâligî festaiz billah. Bax, Allah-u Teala buyurur ki, o kəslər ki, dəlilləri olmayan yerdə, haqsız yerə, Allahın göndərdiyi şəriətlə, Allahın ayətlərini inkar edirlər, ona qarşı çıxırlar, onların bunu etməklərinə səbəb olan şey Allah da onların kibirləri idi. Onların qəlblərində olan, içlərində, ürəklərində yerləşən təkəbbürlülük idi. Və onlar onunla həqlərini açdılar. Heç nə elə bilməyəcəklər Allah Teala'ya. Fəstəhiz billah. Allaha sığın deyir Peyğəmbər s.ə.v Allah Teala. Təkəbbürlükdən Allaha sığın. Ona görə təkəbbürlük ən böyük amillərdir insan haqqı rədd eləsin. İnsana təkəbbür gəldikdə haqqı rədd eləyir, götürə bilmir. Əli radiyallahu anhdan soruşurlar ki, nədir təkəbbürün vəsfi? Deyir, haqqı rədd eləməkdir. Haqq sənə deyildikdə qəbul eləməməkdir. Tövsiyə eləndikdə qəbul eləməməkdir. Şərt deyil ki, həmişə tövsiyə eləyən insan çox bilən olsun. Xeyr, az bilən də tövsiyə elə bilər. Peyğəmbər s.ə.v deyir ki, bəlliğu anni və ləv əyə. Məndən bir ayət olsa belə insanlara çatdırın. Çatdırmanın özü tövsiyədir. Allah s.ə.v deyir ki, وَذَكِّرْ فَاِنَّ ذِكْرَ تَنْفَعَ الْمُؤْمِنِينَ. Xatırlat. Həqiqətən xatırlatmaq möminlərə fayda verir. Başqa bir ayət Allah Teala buyurur. فَذَكِّرْ اِنَّمَا أَنْتَ مُذَكِّرْ. Ey Muhammed, xatırlat. Sən xatırladansan. Tövsiyədir yoxsa yox? Tövsiyədir. Peyğəmbər s.ə.v Müslimdə gələn, Səhih Müslimdə gələn hədisdə buyurur. La yedxulul cennete ahadun fi qalbihi misqal zerratin min kibr. Cənnətə girməyəcək deyə Peyğəmbər s.ə.v qəlbində zərrə qədər kibir olan insan. Zərrə nəyə deyirlər? Zərrə toz kimi bir şey deyirlər. Zərrə günün şüasında gördüyümüz mikroblar kimi şeylərə zərrə deyirlər. O qədər qəlbində kibir olan insan cənnətə girməyəcək deyir Peyğəmbər s.ə.v. Hədisi Müslim rəvayət edir. Nəyə görə? Çünki Peyğəmbər s.ə.v müsəlmanları təkəbbürlülük sifətindən çəkindirmək istəyir. Hədəliyir Peyğəmbər s.ə.v onları. Təkəbbürlülüyün akibətinin cəhənnəm olduğunu Peyğəmbər s.ə.v bəyan edir. Onun bir qayda var ki, o biziddəhi tətəməyyəzül əşyə. Hər şey öz ziddi ilə seçilir. Ona görə insan sağlamlığın qədrini bilməz, əgər xəstələnməsə. İnsan cavanlığın qədrini bilməz, əgər qocalmasa. İnsan tövhidin qədrini bilməz, əgər şirk olmasa. Ona görə Peyğəmbər s.ə.v bizi cəhənnəmlə hədəliyir ki,
cənnətin qədrini bilər. Cənnətə hazırlıq. Cənnətə girməməklə bizi hədələyir ki, qorxaq cəhənnəmə girməkdən. Ona görə Peyğəmbər s.ə.v deyir ki, qəlbində zərrə qədər kibir olan cənnətə girməyəcək. Başqa bir hədisdə İmam Əhməd Musnad kitabında, həmçinin Tirmizi öz Sünen kitabında gətirdiyi hədisdə Peyğəmbər s.ə.v buyurur: Yuhşərul cəbbərun vəl-mütəkəbbirun yevməl qiyaməti əmsəli zərb yadauhumun nəs. Subhanallah. Peyğəmbər s.ə.v deyir ki, təkəbbürlülər, özünü artıq tutanlar qiyamət günü xırda, qarğdalı kimi, buğda kimi həşr olunacaqlar. Bu dəqiqə, bu saatda, əgər biz yolda getdiyimiz yer bir buğda görəriksə, heç ona fikir verməzik. Ayağımızın altında qalmasa, onun fərkində olmaz o. Peyğəmbər s.ə.v deyir ki, özünü artıq tutanlar, təkəbbürlülər qiyamət günü ayaq altında qalacaqlar, balaca buğda qırıntılar kimi. İnsanlar ayağının üstə qoyacaqlarını əziləcəklər. Hər kəs orada biləcək ki, bu üstündən basdıqları şəxslər bu dünyada təkəbbürlük eləyənlərdir. Ona görə insanlar baxırsan ki, bəzilərin, subhanallah, yaşı ötüb keçib, 60-70 yaşı var. Necə ki, deyilə bir ayağı qəbirdədir. İnsanı sözüyle İslam'a çağırırsan, İslam'ın Allah'ı edilir. Ahiretin kar edilir. Küfür edilir İslam'a karşı, ayet okuyanda istihza edilir. Dəstəmə olananda istihza edilir. Əzan okunanda lağa koyur. Bakın, insanlar var ki, təkəbbürlü də onları koymayan. Ona göre Ebu Cehil, Ebu Leheb ve başka kafirler Peygamber olsan peygamberliğine şek şüphede değillerdi. Peygamber olsan emsi Abdülmuttalib, Peygamber sallallahu ona ölüm ayağında dedi, ey emicam, la ilahe illallah diye. Ben sana şefaat vereceğim, kurtaracaksın cehennemden. Lakin Ebu Talib'in onu dememeyle mani ne oldu? Ata baba söhbəti. Ata babamdan Ebu Cehil la'nehullah başının üstüne durdu dedi ki, sen bizim ata babalarımızın dilinden mi yüz çevirirsen? Sen bizim Peygamber sallallahu la ilahe illallah da der. Bu da der ki sen bizim ata babalarımızdan mı yüz çevirirsen? Yani ata babalarımızın dinini inkar mı edirsen? Bakın, ata babaların dediği qırağa qoyulur, əgər Allahın və Rasulunun dediğindən qarşılaşırsa. Peygamber sallallahu dediği, Allah'ın dediği bizim şəriətimiz. Ona göre bunu qəbul etməmək təkəbbürlüyün ta özüdür. Bəzi sələflər buyurur, sahabe ve tabinler, en birinci olan asilik, en birinci olan günah təkəbbürlülükdür. Melekler asilik edelim Allah Teala'ya. Öyle mi? Melekler nurdan yaranmış bir mahlukattır. Allah Teala emirlerini yerine getiren mahlukattır. Hemece zikir edeyen, hemece ibadet edeyen bir mahlukattır. Onlar Allah Teala la ya'sun Allah ma emarahum ve yef'alun ma yu'marun. Onlar öyle bir yaratılmıştır ki Allah'a karşı hiç asilik etmezler ve Allah'ın emirlerini yerine getirirler. İblis de meleklerin içindeydi. Onların içindeydi, melek seviyesindeydi. Lakin Allah-u Teala onu emrettiktir secdeyle en birinci asilik tekəbbürlüğünde meydana geldi. Der halaktani min tinin ve halaktani min nerin ve halaktahu min tin. A'raf surasında. Allah-u Teala Adem Aleyhisselam'la İblisin hadisesini tanışır A'raf surasında. Kâle lime la tescud. Ayetin evvellerinde, yani surenin evvelinde Allah Teala buyurur ki ne için ona secde elemedin? Sana emrettikdə o da sebebi değil. Çünkü məni oradan yaratmışsan, onu ise palçıqdan, torpaqdan. Bu nedir? Təkəbbürlük əlamətidir. Allah Teala emrine karşı çıkma təkəbbürlülükdür. Bazı insanlar görürsen ki, hatta Müslümanları deyirəm, kafirləri yok. İbadet ehlidir, iman ehlidir. Deyirsən Allah-u Teala bu şeyi haram edeyim. Ayet var Kur'an-ı Kerim'de. Götürmek istemiyor. Götürmek istemiyor, teslim olmak istemiyor. Tekəbbürlükdür. Allah-u Teala Kur'an-ı Kerim'de buyurur Bakara suresinin 34. ayetinde. وَإِذْ قَالَ وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ. Biz meleklere emrettikte ki
səcdə edin Adəm aleyhisselama fətəcədu. Hamısı mələklərin səcdə elədi. İllə iblisə. İblisdən başqa. Əbə, inkar elədi. Razı olmadı. Və istəqbar və təkəbbürlülük elədi. Və kənə minəl kafirin. Və ona görə də kafirlərdən oldu. Deməli, insanı kafir olmağına, küfrə girməyinə ən böyük amillərdən biri də insan təkəbbürlü olmasıdır. İblis Allahın əmrinə qarşı çıxdı deyəni kafir oldu. Ona görə də Allahın əmri bugünkü yenə davam edir. Allahın əmrinə qarşı kim çıxsa yenə kafir oldu. Allah tarafı əmr eləyir, namaz qıl, bir de der ki namaz boş şeydir. Namazın İslamda dəyəri yoxdur. O zaman sən iblissən, sən arasında heç fərq yox. Allah ona da səcdə əmr etdi, sənə də əmr edir. Və diqqət etmək lazımdır. Başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurur: "El-kibru sefehul haqq və gamsun nas." Ne deməkdir bu? Peyğəmbər s.ə.v deyir ki, kibir ne deməkdir? Kibir sözün mənasını açıqlayır. Kibir haqqı inkar eləməkdir Peyğəmbər s.ə.v. Haqqı götürməmək, haqqı rədd eləməkdir. Və gamsun nas və insanları qandırmaq, insanları başa salmaq, insanlara şeyi başqa yola fırlatıp bəyan eləməkdir kibir. Deyirsən Allah Teala belə deyib, təkəbbürlü eləyir, yəni utanır birbaşa onu rədd eləməyə, onun başqa mənasının olduğunu söylüyor. Yəni təkəbbürlü eləyir. Deyirsən Allah Teala əmr eləyir namaz qıl, deyir bu namaz qılmağa aiddir, dua eləməyə aiddir. Mən də dua eləyirəm. Yəni inkar eləməyə bacarmır, lakin başqa bir yoldan istifadə edir. Təkəbbürlülük, onu unutmamaq lazımdır ki, Allah-u Teala sifətlərindəndir. Uca olan Allah'tır. Her şeye gücü yeten Allah'tır. Her şey qadir olan Allah'tır. Her şeyi yaradan Allah'tır. Hiçbir şey kainatta hareket etmir. Hiçbir şey kainatta terpenmir. Ta Allah-u Teala onu istemedikçe. Her şeye gücü çatan O'dur. Bütün kainatı idare eden O'dur. Ona göre O'dur təkəbbürlü. Allah Teala öz adlarından hesab eləyir Kur'an-ı Kerim'de təkəbbürlü. Mütekabbir. Allah Teala onu Kur'an-ı Kerim'de öz deyir. Allah'ın adlarından da təkəbbürlü. Allah'ın sifətlerinden de təkəbbürlü olmak, özünü atı tutmak. Hansı insan Allah'ın həmin şey eləyərsə, Allah'a şərik qoşmuş olur sifətlərinin birində. Ona göre dikkatli olmak lazımdır. Həmçinin sahih hadislerde gelmiştir, Peyğəmbər s.ə.v dərs söylemiştir ki, cennet əhlinin çoxu zəiflər olacaq. Kasıb insanlar olacaq. İbadet əhli olacaq. Cennet onları çağıracaq. Cəhənnəmin içi dolu ise təkəbbürlü insanlar. Küfr eləyənlər olacaq. Ona göre Müslüman həmişə təvazükarlı olmalıdır. Peyğəmbər s.ə.v həm sözü ilə insanları dəvət edirdi. Həm Peyğəmbər s.ə.v hərəkəti ilə insanları dəvət edirdi. Həm Peyğəmbər s.ə.v öz libası ilə insanları dəvət edirdi. Ona görə Abdullah ibn Səlam əsli Yahudi idi. Peyğəmbər s.ə.v-in danışığına görə İslam'a gəlmədi. Abdullah ibn Səlam'ın İslam'a gəlməsinin səbəbi Peyğəmbər s.ə.v təvazükar hərəkəti idi. Peyğəmbər s.ə.v təvazükarlığı idi. Ona görə başqa ölkədən Peyğəmbər s.ə.v tanımayan birisi gəlib sahabələrin içində axtarsa, Peyğəmbər s.ə.v görsə tanımırdı. Peyğəmbər s.ə.v fərqlənmirdi sahabələrdən. Gəlib soruşurlar ki, Məhəmməd sizin içinizdədirmi? Sallallahu aleyhi ve sellem. Deyirlər, bəli, budur. İnanmırlar, deyirlər, bəs onun taxtı tacı hardadır? Başında tacı hardadır? Hardadır onun qoruyanlar? O Peyğəmbər s.ə.v belə idi təvazükarlığı. Ona görə bədərlərdən biri gəlir, kəndçilərdən. Gəlir Peyğəmbər s.ə.v Əbu Bakırın Ömərin olduğu bir yerdə gəlir Peyğəmbər s.ə.v vurur. Deyir ki, nədir? Malları atları yeyirsən, yığırsan malı döyləti. Malı da ver, dəvə verim ha. Peyğəmbər s.ə.v əlindən tutub deyir ki, ilək sağa verəcək. Aparır evinə salır, Peyğəmbər s.ə.v otur. Deyir, mənim dama niyə salmışsın? Haradadır evin?
Peygamber sallallahu deyir ki, mənim evim buradır. Altında yuxarıca bir həsir, başınca da qoyun dərsi, 2 də xurma yarpağı. Peygamber sallallahu deyir, sənin evindir? Deyir, bəli. Deyir, Allah'ın da olsun ki, əgər bu sənin evindirsə, mən müsəlmanam bugündən sonra. Həqiqəti axtarı gör, Peygamber sallallahu evi odur. Peygamber sallallahu belə təvazükar idi. Peygamber sallallahu belə qəlb elgi uşaq idi. Heç kəsə qarşı təkəbbürlü eləmirdi. Əldə də Peygamber sallallahu sahabələri harda ona haqq çatdıqda onu qəbul eləyərdi. Çünki şəriəti biz İslam dinini öz şəhvətlərimizə, öz istəklərimizə, öz ağıllarımıza tabi etməməliyik. Əksinə, öz şəhvətlərimizi, öz istəklərimizi, öz ağıllarımızı biz şəriəti tabi etməliyik. Ona görə səhih hədisdə Peyğəmbər sallallahu buyurur ki, Allah'ın olsun ki, sizdən biriniz iman gətirmiş olmazsınız, öz istəklərini mən gətirdiyimə tabi etmədikcə. Şəriətdə görmək istədiyin hər bir şeyi qaytarmalısan kitab və sünnətə. Allah Teala buyurur: "Va'tasimu bihablillah." Allah'ın kitabından möhkəm yapışın. Allah Teala Qasas surəsinin 83-cü ayəsində buyurur: "Tilkəd-darul axira nec'aluha lillezine la yuriduna 'uluwan fil ardi ve la fasada vel aqibatu lil muttaqin." Allah Teala deyir ki, biz ahireti, cenneti nec'aluha lillezine la yuriduna 'uluwan fil ard. Biz ahireti, cenneti o kəslər üçün etdik ki, yeryüzündə təkəbbürlülük və fitnə fəsad törətmirlər. Yeryüzündə alçaq gönüllü olurlar və fitnə fəsaddan uzaq olurlar. Biz o kəslər üçün etdik, deyir Allah Teala cənnəti. Vəl aqibatu lil muttaqin. Sözsüz ki, həqiqətən uduş, həqiqətən cənnətə giriş, həqiqətən ən böyük istəyə uğramaq müttəqilərindir, deyir Allah Teala. Muttaqilər, Allah'tan qorxanlar, Allah'ın əmirlərini yerinə yetirib qadağanlarından çəkinənlər üçündür, deyir Allah Teala cənnət. Ona görə bunun əksi nədir? Yeryüzündə fitnə fəsad törədənlərin və təkəbbürlərin yeri də cəhənnəmdir. Və cəhənnəm də müttəqi olmayan, Allah'tan qorxmayanların yeridir. Ayətin əks mənası da budur. Ona görə Loğman əleyhissalam, Loğman Həkim, Allah'ın salih qullarından biriydi. Loğman əleyhissalamın peyğəmbər olmağında ixtilaf var. Bəzilər peyğəmbər olduğunu deyir elm əhlinin, təfsir alimləri, bəzilər isə peyğəmbər olmadığını deyir. Doğrusunu Allah bilir, lakin Loğman əleyhissalam salih insanlardan biriydi. Ona görə Allah-u Teala Loğman əleyhissalamın öz övladının nəsiyyətini Quran-ı Kerimdə Loğman surəsində qeyd edir. Loğman surəsini kim açıb oxuyarsa, orada gözəl nəsiyyətlər var. Gözəl nəsiyyətlər var. İnsan anaya qarşı necə olmalıdır, necə davranmalıdır, insanlar arasında necə davranmalıdır, tövhidi necə dəvət eləməlidir. Loğman əleyhissalamın nəsiyyətlərindən biri də budur. Öz oğluna deyir: "Və la tusa'ir xaddaka lin-nas və la temşi fil-ardi maraha innallaha la yuhibbu kulla muxtalin fakhur." Övladına belə tövsiyə edir. Üzünü insanlardan çevirmə deyir. Yəni bir insan gəlib söz demək istəyəndə çevrilib belə getməginə. Bir insan sana ehtiyacı olanda, səndən bir kömək istəyəndə rədd eləməginə. Sənin adicə ona gülüşün. Əgər bir insan gəlib səndən mal istəyirsə, əgər yoxdursa şərt deyil verəsən. Lakin rədd eləmə. Get başından o yana demə. Ən azından bir yaxşı sözdür. Peyğəmbər sallallahu əleyhi və səlləm kəlimə-tu tayyibə sadaqa. Yaxşı kəlimə sadaqədir. Savabdır. Bir dənə xoş sözdür, ibadətdir. Ona görə Loğman əleyhissalam deyir ki, "La tusa'ir xaddaka lin-nas." Üzünü insanlardan çevirmə. Çünki üz çevirmək təkəbbürlükdəndir. Bəzi insanlar var. Söhbət eləyirsən üzünə baxıb, o tərəfə baxır, sağa baxır, sola baxır. Sənə qulaq asmaq istəmir. Və hər kəs bunun farkındadır. Hər kəs bunu dərk eləyir ki, o danışan adam, o danışılan adamın elə etdikdə gör danışanın qəlbi necə sanır. Mən səninlə söhbət eləyirəm, sənin qədirin, sən məni hörmətin odur ki, danışanda mənim üzümə baxasan. Danışanda qulaq asasan, yoxsa ki, sağa sola baxıb başından insanı gəlmətmək, başına rədd eləmək istəməməlisin. Ona görə Loğman əleyhissalam öz oğluna tövsiyə edir ki, üzünü insanlardan çevirməklə. Çünki təkəbbürlükdəndir bu. وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحَ. Yerdə təkəbbürlü olaraq paltarını sürüyərək gəzməklə. Yerişinə fikir ver.
Peyğəmbər s.ə.v yerişini soruşurlar Ənəs radiyallahu anhudan. Peyğəmbər s.ə.v necə yeriyərdi? Deyir, nə xəstə kimi yeriməzdi yavaş-yavaş, nə də dəli kimi qaçmazdı. Peyğəmbər s.ə.v yerişi normal vəziyyətdə idi. Nə çox yavaş yeriməzdi, nə də çox sürətlə. Orta vəziyyətdə yeriyərdi. Sağa sola əyilməzdi Peyğəmbər s.ə.v yeriyəndə. Təkəbbürlərin sifəti kimi. İnnəllaha la yuhibbu kullə muxtəlin fəxur. Və Allah-u Teala bütün özünü artıq sözündə və hərəkətində artıq tutanları Allah-u Teala sevməz. Baxın, təkəbbürlülüyün təhlükəsinə. Və həmçinin Peyğəmbər s.ə.v Sələmə İbn-ül Əkva'dan gələn hədisdə buyurur. Bir nəfər Peyğəmbər s.ə.v məclisində oturarkən sol əli ilə yeyir. Peyğəmbər s.ə.v insanlara dinini öyrədirdi. Haqqı hacət vaxtından Peyğəmbərdən gecikdirmirdi. Harada nə lazım idi, yeri yerində deyərdi. Haqqı Peyğəmbər s.ə.v hacət vaxtından gecikdirməzdi. Ona görə görür ki, başqa bir hədisdə gəlir Peyğəmbər s.ə.v o evində saxladığı bir uşağın yeməyin oradan buradan yediğini gördükdə deyir ki, oğlan neynə? Sağlığına ye, Bismillah de, öz tərəfına yeyinir. Bu yeməyin ədəblərindəndir. Və həmçinin Peyğəmbər s.ə.v məclislərinin birində yemək yeyərkən bir sahabənin sol əli ilə yediyini görür. Görür ki, sol əli ilə yeyir. Və ona deyir ki, sağ əli ilə ye. Başqa bir hadisdə gəlir, Peyğəmbər s.ə.v buyurur ki, deyir ki, لا تأكلوا بالشمال. Hadis Buxarıdadır. فإن الشيطان يأكل بالشمال. Sol əlinizlə yeməyin. Həqiqətən şeytan sol əlinlə yer. Bu da dəlildir ki, şeytanın əli var, sağı solu var. Və bunun sol əlinlə yediyini gördükdə Peyğəmbər qadağan eləyir. Deyir, yeməyirəm. Utandırmır onu. Sən niyə sol əlinlə yersən? Utanmırsan mı? Sən şeytansan. Belə şeylər demir Peyğəmbər s.ə.v. Deyir ki, sadəcə sol əlinlə yeməyinə. O da qalxır Peyğəmbər s.ə.v-in əmrinin qarşılığında təkəbbürlülük eləyir. Deyir ki, mən bacarmıram sağla yeməyə. Təkəbbürlük yoxsa yox. Sağı da, solu da sağlam olan insan mümkündür sağla yeyə bilməməsi. Hətta insan solxoy olsa belə. Yəni sağını işlətdiyi kimi solunu işlətsə belə. Mümkün deyil sağla yesin. Mümkündür. Ona görə sahabələrin, bu hədisi rivayət edən sahabələrdən biri deyir ki, Sələmət ibn Əkva deyir, ona mane olan onun təkəbbürlüyüdür. Peyğəmbər s.ə.v ki, bacarmıram sağla yemək. Peyğəmbər s.ə.v ona bəddua eləyir. Deyir, səni bacarmayasan. Deyir, onun ki, deyir, əlini yeməklə qaldıra bilməz ki, qol qurudur. Təkəbbürlərin aqibəti belədir. Şəriətdə təkəbbürlük olmaz. Ona görə Peyğəmbər s.ə.v birinə nəhy edir, qadağan edir, ağzı bağlı qabı başına qaldırmağa. Götürür, qaldırır. İlan odur. Təkəbbürlü. İlan odur, ölür. Ona görə şəriətdə bəyənilmir. İnsan tavazükar olmalıdır. Peyğəmbər s.ə.v insanlarla görüşəndə əlini çəkməzdi. Ta o görüşürüm əlini çəkmədikcə. Danışanda insanları bədəni ilə çevirlərdi Peyğəmbər s.ə.v insanlara. Gözəl əxlaq. Ona görə dəvətdə böyük rol oynayır insanın gözəl əxlaq olması. İnsanın gözəl əxlaqlı, gözəl tərbiyəsi olması dəvətdə böyük rol oynayır. Hətta kafirlərlə belə, hətta xristiyan yahudilərlə belə onlara qarşı şiddətli olmaq İslam dini bəyənilmir. Peyğəmbər s.ə.v-in qonşusu yahudi idi. Sahabələr gedirlər başqa ölkələrdə qonşuları xristiyanlar olur. Onları əziyyət vermirlər. Qonşunun da sənin üzərində haqqı var. Gözəl əxlaqdır. Ona görə bugünkü gündə nəyə görə İslam dininə insanlar terrorizmi kimi baxır? Nəyə görə insanlar İslam dininə bir vəhşi din kimi baxır? Buna mane olan müsəlmanların özləridir. İslam dinini təmsil edənlərin özləridir. Əgər İslam dini gözəl nümunə olaraq, İslam dinini yaşayan insanları gözəl nümunə olsalar, o zaman müsəlmanlara baxan da İslamın dinlər arasında gözəl nümunə, gözəl din olduğu bəyan olunur. Ona görə xəta müsəlmanlardadır. Müsəlman gözəl təvazükar olmalıdır. Heç kəsin haqqını yeməməlidir. Hətta kafir olsa belə.
Bir kəfi olsa belə üstündən basmalısan. Hər kəsin öz haqqı var. Ona görə diqqət etmək lazımdır əxlaq məsələsinə, təvazükarlıq məsələsinə. Təkəbbürlüyü dəf eləmək üçün çalışmaq lazımdır. Yoxsa insan onu sındıra bilməz. Dərsin əvvəlində keçdiyi kimi ən böyük müalicələr, ən çətin müalicələrdən biridir. Kibir, təkəbbürlüyü müalicə eləmək. Ona görə nəyə görə cəmiyyətdə, İslam cəmiyyətində bütün problemlər, bütün sporlar, bütün bir-birine qarşı təkfir məsələləri üzərə çıxır. Nəyə görə? Hamısı cahillik ucbatından. Əgər müsəlmanlar İslamı Allah və Rasulü bəyan etdiyi kimi yaşasalar, vallahi kim sahabələrin dövrü yaşanmasa, Peyğəmbər sözün dövrü yaşanmasa, lakin zamana getdincə, ahirətə yaxınlaşdıqca fitnə fəsad da çoxalır, cahillər də çoxalır, İslam dinini bir terrorizm kimi göstərənlər də çoxalır. Bunun ucbatından başqa müsəlmanlara da onun zərbəsi və yaxud da onun zərbəsinin zərəli gəlib çatır. Başqa bir hədisdə Peyğəmbər s.ə.v Buxari və Müslimdə gələn hədisdə buyurur. Deyir, sizə cəhənnəm əhlini xəbər verinmi? Kimlərdir o cəhənnəm əhli? Deyirlər, bəli, ya Rasulullah. Deyir, bütün təkəbbürlülər, sözündə və hərəkətlərində təkəbbürlü olanlar. Başqa bir hədisdə Əbu Hüreyrə hədisində Peyğəmbər s.ə.v buyurur. 3 kəs cəhənnəmə girəcəklər. Birincisi, zülümkar əmir, zalim baxçı, zalim əmir, zalim prezident. İkincisi, varlı olub zəkat verməyən. Üçüncüsü də kasıb olub təkəbbürlü olan. Məlumdur ki, təkəbbürlülük haramdır. Hətta varlı olsan belə, güclü olsan belə. Lakin zəif olub, kasıb olub təkəbbürlü olanın günahı o birisindən daha güclüdür. Allah'ın ondan daha çox qəzəbi gəlir. Onu görə Peyğəmbər s.ə.v onlar 3 nəfər cəhənnəmə girəcəkdir. Allah Teala'dan istəyirəm ki, bizi təkəbbürlərin sifətlərindən qorusun. Allah Teala'dan diləyirəm ki, bizi bu dünyada müsəlman olaraq yaşatsın, müsəlman olaraq dünyadan köçməyi nəsib eləsin. Allah Teala bizi və övladlarımızı təkəbbürlükdən qorusun. Allah Teala'dan diləyirəm ki, bizi və bütün müsəlmanları təkəbbürlərin işlərindən qorusun. Və sallallahu alə nəbiyyə Muhammed.